Rüştü Rəcbər və Barselona. 2000-ci illərin əvvəlində Barselona uzun müddət etibarlı və sabit qapıcı tapa bilmirdi. Subisarreta və Valdis dövrləri arasında klubda 10 il ərzində bir nömrəli postda xaos yaşanırdı. Elə bu vaxt Türkiyəli qapıcı Rüştü Rəcbər ideal hər kimi görünürdü. 2002-ci Dünya Çempionatında Yaponiya və Koreyada bürünc medal qazanan o dövrdə 30 yaşı olan Rüştü Rəcbər karyerasının ən yetkin çağında idi. Barselona baş məşqçisi Frank Rijkaard ilk məşqlərdən sonra açıq şəkildə bildirmişdi ki, onun əsas heyətdə görmək niyyətində deyil. Lakin mətbuatın təzyiqi nəticəsində Rijkaard Türkiyəli qapıçıya şans verdi. İlk iki oyunda Rüştü bir neçə yaxşı qurtarış etsə də 3-cü maçda Racingə qarşı oyun tam faciəyə çevrildi. Əvvəlcə o, çox da güclü olmayan zərbədən sonra topu əldən buraxdı, sonra isə tələsik qapıdan çıxaraq rəqibin topu başı üzərindən asanlıqla vurmasına şərait yaratdı. Nəticədə Barcelona 0-3 hesabı ilə məğlub oldu. Bu oyundan sonra Rijkaard onu əsas heyətdən uzaqlaşdırdı və icarəyə göndərdi. Ardınca Barcelona artıq rüştüsüz 2 dəfə La Liga və 1 dəfə Çempionlar Liqasının qalibi oldu. Türkiyəli qapıçının Kataloniya macərası isə Barcelona tarixində ən uğursuz transferlərdən biri kimi yadda qaldı.